Fiziki proseslərin kompüter modeli. Dostlar salam, necəsiz? Bu dəfə informatika dərsimizdə çox maraqlı və real həyata çox yaxın bir mövzuya baxacağıq. Fiziki proseslərin kompüter modelinə. Bildiyiniz kimi biz gündəlik həyatda bir çox fiziki hadisələrə şahid oluruq. Məsələn, bir topun yerə düşməsi, suyun buxarlanması, avtomobilin hərəkəti və s. Bəs bu prosesləri biz kompüterdə necə görə və öyrənə bilərik? Kompüterlər fiziki hadisələri necə canlandırır? Gəlin indi bunları birlikdə addım-addım anlayaq. Fiziki proses nədir? İlk növbədə gəlin xatırlayaq. Fiziki proses dedikdə təbiətdə baş verən və enerji, hərəkət, istilik və ya maddənin vəziyyətində dəyişiklik yaradan hadisələr nəzərdə tutulur. Məsələn, qarın əriməsi, suyun qaynayıb buxara çevrilməsi və s. Bunların hamısı fiziki proseslərdir. Bu prosesləri real şəraitdə müşahidə etmək bəzən çətin olur. Bəzən çox vaxt aparır, bəzən isə təhlükəli ola bilir. Məsələn, siz heç Günəş sistemində planetlərin hərəkətini tam müşahidə etmisinizmi? Təbii ki, yox, çünki bu hərəkət illərlə davam edir. Amma kompüter modelləri bizə bunu bir neçə saniyə ərzində təhlükəsiz və vizual şəkildə göstərir. Kompüter modeli nə üçün lazımdır? Kompüter modelləri real həyatda baş verən prosesləri təqlid edən, onları ekranda canlandıran proqramlardır. Yəni biz hadisəni birbaşa yaşamırıq, amma kompüter onun necə baş verdiyini bizim üçün canlandırır. Məsələn, fizikada cisimlərin hərəkətini, qüvvələrin təsirini və enerji dəyişməsini modelləşdirə bilirik. Kimyada modellərin reaksiyalarını təhlükəsiz şəkildə müşahidə edə bilirik. Astronomiyada isə planetlərin dövr etməsini, yerin fırlanmasını və günəş tutulmasını simulyasiya edə bilirik. Belə modellər həm tədrisdə, həm elmi araşdırmalarda, həm də istehsalatda çox geniş istifadə olunur. Çünki onlar bizə prosesi daha dərindən, daha sürətli və daha aydın şəkildə öyrənmək imkanı verir. Fiziki proseslərin modelləşdirilməsi mərhələləri. Bəs belə bir kompüter modeli necə yaranır? Gəlin bu prosesi 5 sadə mərhələdə anlayaq. Problemin təyini. Əvvəlcə hansı prosesi modelləşdirəcəyimizi müəyyən edirik. Məsələn, bir cismin hərəkətini, istilik mübadiləsini və ya elektrik dövranını təhlil etmək istəyirik. Əsas parametrlərin seçilməsi. Bu mərhələdə prosesdə iştirak edən əsas kəmiyyətlər seçilir. Kütlə, sürət, məsafə, zaman, temperatur və s. Bu parametrlər bizim modelin əsas məlumatlarıdır. Riyazi modelin qurulması. Hər fiziki proses müəyyən qanunlara əsaslanır. Bu qanunları riyazi tənliklərlə ifadə edirik. Məsələn, hərəkət üçün S bərabərdir V vur T və ya istilik üçün Q bərabərdir C vur M vur delta T kimi düsturlar. Yəni, kompüter modeli bu riyazi ifadələr əsasında işləyir. Kompüterdə həyata keçirilməsi. İndi modelimizi proqramlaşdırırıq. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur. Sadə simulyasiyalar üçün FAT kimi web proqramlar, daha mürəkkəb modellər üçün isə Python, Scratch və ya MATLAB kimi proqramlaşdırma dilləri. Məsələn, Scratchdə bir obyektin yuxarıdan aşağı hərəkətini canlandırmaqla cazibə qüvvəsini modelləşdirmək olar. Nəticələrin təhlili. Nəhayət modelin nəticələrini analiz edirik. Bu nəticələri real həyatda müşahidə etdiklərimizlə müqayisə edirik. Əgər uyğun gəlirsə, deməli modelimiz adekvatdır. Əgər fərq çoxdursa, modeldə düzəlişlər aparmaq lazımdır. Yekun. Beləliklə bu dərsdə öyrəndik ki, fiziki proseslər təbiətdə baş verən hərəkət, enerji və maddə dəyişiklikləridir. Bu prosesləri kompüter vasitəsilə modelləşdirməklə onları daha rahat, təhlükəsiz və dəqiq şəkildə öyrənmək mümkündür. Modelləşdirmə mərhələləri problemi müəyyənləşdirmək, parametrləri seçmək, riyazi model qurmaq, proqramlaşdırmaq və nəticələri təhlil etməkdən ibarətdir. Kompüter modelləri elmi tədqiqatlarda, tədrisdə və sənayedə mühüm rol oynayır. Ev tapşırığı. İndi sizə kiçik bir tapşırıq. Sadə bir fiziki prosesi seçin. Məsələn, mayenin qızması, bir cismin yamacdan enməsi və ya işığın sınması. Bu prosesi modelləşdirmək üçün hansı parametrlərin lazım olacağını müəyyənləşdirin. Bugünlük bu qədər dostlar. Əgər videolar xoşunuza gəlirsə, onları bəyənməyi, paylaşmağı unutmayın. Kanalımıza da abunə ola bilərsiniz. Sağ olun, gələn dərslərə dək.